Deməli, statika bölməsinin ardını davam eləyək. Biz bloklardan danışaq indi. Deməli, bloklardan danışarkən tərpənən və tərpənməz blokdan danışaq. Gəlin birinci tərpənməz blokdan danışaq, çünki o digərinə nisbətən daha sadədir. Deməli, tərpənməz blok bu formada təm mərkəzdən bağlanır. Buradan bir F qüvvəsi. Deməli, bura olsun F qüvvəsi, burada isə deməli olacaq M kütləli bir cisim asılsın. İndi biz tərpənməz blokda deyirik ki, tərpənməz blok qüvvədə qazanc vermir. Görək şərtləri nədir? Qüvvədə qazanc vermir. İkinci, qüvvədə qazanc vermirsə, təbii ki, məsafədə itirməyəcək. Çünki biz demişik ki, qüvvədə nə qədər qazanc əldə edirsə, məsafədə o qədər itirir. Bu nə idi? Mexanik qanqızıl qaydası. Onda məsafədə itirmir. Üçüncü, heç bir mexanizm demişdik, işdə qazanc vermir, eləcə də tərpənməz blok. Onda işdə qazanc vermir. Və bəs onda deyirsiniz ki, ay müəllim, qüvvədə qazanc vermir, məsafədə itirmir, işdə qazanc vermir. Bəs biz bu tərpənməz bloku niyə öyrənirik? Tərpənməz bloku öyrənməkdən məqsədimiz odur ki, tərpənməz blok yalnız qüvvənin istiqamətində dəyişir. Qüvvənin istiqamətini dəyişir. Deməli, onda tarazlıq halında bu şəklə əsasən biz deyirik ki, F bərabərdir P-yə, bu da bərabərdir MJ-yə. Əgər burada sürtünmə qüvvəsi nəzərə alınarsa, onda F bərabərdir MJ plus bir dənə də olacaq F sürtünmə. Burada məsəl üçün deyir ki, ip H bərabərdir H yükə, o da bərabərdir H-a. Axı burada qazanc yox idi. V ip bərabərdir V yükə, o da bərabərdir V-yə. Həmçinin A ip bərabərdir A yükə, o da bərabərdir A-ya. H bərabərdir, deməli, VT-yə, V də bərabərdir H bölünsün T-yə. Tərpənməz blokun məsələlərini həll eləmək çox rahatdır. İndi bu gördüyünüz şəklin üzərində niyə tərpənməz blok qüvvədə qazanc vermir? Gəlin onu hesablayaq. Gördüyünüz kimi bu F-in məsafəsi bura nə olacaq? L olacaq. Digər tərəf isə burada deməli L olacaq. Onda biz deyirik ki, F vurulsun R bərabərdir MJ vurulsun R-ə. Bu R-lər ixtisar edəndən sonra F bərabər olacaq MJ-yə. Gördüyünüz kimi qazanc yoxdur. Deməli, indi deyir ki, cismin hərəkət növünə baxaq. Məsəl üçün, bərabər sürətli hərəkət edirsə, F bərabərdir MJ-yə, onda işi öyrənəndə A bərabərdir, deməli, F vurulsun H, S-ə biz H demişik burada, F vurulsun H, bu F-dir. Onda F-in də yerinə H yazanda olur MJ-H. Cisim yuxarı istiqamətdə A təcindən hərəkət edirsə, onda qüvvə olacaq F bərabərdir M vurulsun J plus A. Onda iş olacaq A bərabərdir M vurulsun J plus A vurulsun 1 H-a. A təcindən aşağı düşür, F bərabərdir M vurulsun J minus A. İşi isə A bərabərdir M vurulsun J minus A vurulsun H şəklində. Bəs yükün impulsu? İmpuls bilirik ki, P bərabərdir MV-dir. V-nin də yerinə bayaqlarım yazmışdım. H bölü T qoyanda. Onda olur M vurulsun, deməli, H bölü T. Düstundan istifadə edirik. Bəs yükün kinetik enerjisi, Y kinetik bərabərdir MV kvadratı bölünsün 2-dir. Və yaxud da ki, potensialı yazarıqsa, olacaq MJH, H-ın da yerinə VT qoyarıqsa, onda olacaq MJ V vurulsun T şəklində. Tərpənməz blokda deməli, qüvvənin istiqamətinin tarazlığa təsiri, onda məsəl üçün bizə bir neçə dənə belə qüvvə verərsə, tutaq ki, burada M kütləli bir cisim asılıb, burada
bir F1 qüvvəsi, burada bir bucaq altında F2 və bu istiqamətdə bir F3 qüvvəsi verərsə, biz nə deyirik? Deyirik ki, F1 bərabərdir F2-yə, o da bərabərdir F3-ə, o da bərabərdir mg-yə. Tərpənməz blokda qüvvə blokun radiusundan asılı deyil. Məsəl üçün, 2 dənə sizə blok verər. Bir blok buradan verər. Buradan da asmadım bunu. Deməli, buradan biz 3 asaq, M kütləli. Bura isə olsun F1 bərabərdir mg-yə. Buranın da radiusu R-dir, buranın da radiusu R-dir. Gördüyünüz kimi F1 bərabər oldu mg-yə. Digər daha bir böyük bir cisim, bunun radiusu olsun, tutaq ki, 2R. Burada deməli M kütləli cisim. Deməli, buradakı F2-nin də biz deyirik ki, deməli F2 qüvvəsi də mg olacaq. Yəni radiusdan asılı deyil. Bu oldu tərpənməz blok. Tərpənən blok isə deməli ikinci nədən danışırıq? Tərpənən blokda bunun da rəngini dəyişmək olmadı. Neysə. Nə edəmsə rəngi dəyişmək. Tərpənən blok. Tərpənən blok deməli biraz mən şəkilləri pis çəkirəm. İdarə edin artıq. Burada bir F qüvvəsidir. Buradan bir cisim asılır. M kütləli cisim. Tərpənən blok hər zaman qüvvədə 2 dəfə qazanc verir. 2 dəfə qazanc verirsə, gəlin yazaq. 1. Qüvvədə 2 dəfə qazanc verir. İkinci, onda məsafədə. Məsafə nədir? Yəni yolda 2 dəfə itirir. Üçüncü, biz demişik ki, heç bir mexanizm işdə qazanc vermir. Deməli, onda burada tarazlı kalında P bərabərdir, F bərabərdir P bölünsün 2, yəni mg bölünsün 2. Sürtünməni nəzərə alaraqsa, onda bu düsturun üzərinə bir dənə F sürtünmə gəlirik. Onda olur mg bölünsün 2, üzərinə gəlirik F sürtünmə. Həm sürtünmə, həm də blokun kütləsi nəzərə alınarsa, onda düsturumuzu bu formada yaza bilərik ki, biz F bərabərdir M yük üstə gəl M blok bölünsün 2 vurulsun 1J. Eyni düsturda sadəcə burada M-in yerinə biz həm yükün, həm də blokun kütləsini nəzərə alırıq. Vurulsun J üstə gəl F sürtünmə. Həm sürtünmə nəzərə alınır, həm də blokun kütləsi. Onda bu düsturdan istifadə olunur. Burada artıq tərpənməzdən fərqlidir. H bərabərdir 2H yükə. Buradan H yükü çıxarsa H bölünsün 2 olacaq. V bərabərdir 2V yük olacaq. Yəni ki, məsəl üçün, məsələni sənə yüklə veribsə, iplə soruşursa, deməli 2-yə vurarsan, nə bilim, ipi verib yüklə soruşursa, ipi böləsən 2-yə. Bu formada yəni məsələləri ona uyğun həll edəsiniz. A bərabərdir 2A yükə. V yük bərabərdir H yük bölünsün T'yə. V bərabərdir H bölünsün T'yə. Həmçinin H yük bərabərdir V yük bölünsün T'yə. Bu düsturları siz bilirsiniz. Bəs nə bildik ki, qüvvədə 2 dəfə qazanc verir? Deməli, bunu hardan bildik? Burada gördüyünüz kimi, buradan buracan olan radiusdur, bu hissədə radiusdur. Onda biz belə eləyirik. F-i vururuq, dayağı deməli, dayağımız artıq bax, buradadır, bu hissədədir. Düzdürmü? Bayaqki şəklimizdə dayaq ortadan bağlandığı üçün bu hissəyə qoymuşduq, bura. Ona görə biz oradan hesablayırdıq. İndi isə dayağımız gördüyünüz kimi buradadır. Onda F-i vururuq, dayağa qədər olan məsafəmiz nə qədərdir? R. Olur 2R, düzdürmü? F vurulsun 2 bərabərdir. Buradan deməli aşağıya doğru bir mg'si var. Onda mg'miz də
olacaq. Dayağa qədər olan məsafəmiz r. R-lər ixtisar gedərsə, təbii ki, buradan f bərabərdir. mc bölünsün 2 olacaq. Yükün impulsunu tapanda, impuls p bərabərdir mv-dir. Buradakı düsturda m yükdür, v yükdür. Düsturumuz əslində belədir. P bərabərdir m vurulsun, v yük. Normal düsturda yükləndir. Əgər iplə verərsə, onda belə yazırsan. M vurulsun V ip bölünsün 2. Çünki bayaqlarım demişdik, V ipimiz 2 V yük idi. Məsələn, kinetik enerjini verirsə, Y kinetik bərabərdir. M V yükün kvadratı bölünsün 2. Onun da yerinə V yükün yerinə V ip bölünsün 2 qoyanda kvadratı olur. 2-nin kvadratı 4. Düsturumuz bu formada qalır. M vurulsun V ip kvadratı bölünsün 8 şəklində. Potensial enerji olanda, potensial enerji mgh idi. Onda düsturumuz belədir. M vurulsun, R vurulsun, H yük. Onda mg H ip bölünsün nə? 2 şəklində. Onda cismin biz hərəkət növlərinə baxaq. Bərabər sürətli hərəkət olarsa, bərabər sürətli. Deməli, onda bərabər sürətli hərəkətdə f bərabərdir mc bölünsün 2. Görülən iş isə dedik ki, heç bir mexanizm işdə qazanc vermir. Yenə mgh olacaq. Cisim A tərzindən yuxarı hərəkət edirsə, onda f bərabərdir m vurulsun j plus a bölünsün 2. İşimiz isə A tərzindən yuxarı hərəkət, m vurulsun j plus a vur h. A tərzindən aşağı hərəkət edirsə, f bərabərdir m vurulsun j minus a bölünsün 2. İşimiz isə A bərabərdir m vurulsun j minus a vurulsun h şəklində olacaq. Bizə bir neçə bloklar sistemi verərsə, bloklar sistemi və orada 90 dərəcəli bir bucaq altında olarsa, bu deməli bloklar, məsəl üçün bir blokumuz burada olsun, bir blokumuz da tutaq ki, burada. Bunlar bir-birinə 90 dərəcəli bucaq altında birləşsin, məsəl üçün belə. Buradan bir M2 kütləli cisim asaq, buradan da M1 kütləli cisim. Burada da ki, bu M kütləli cisim. Buradakı gördüyünüz kimi alfa bərabər 90 dərəcədir. Düzdürmü? Onda biz 90 dərəcə olanda, əslində digər bucaq altında olanda düsturumuz kosinuslar teoremi ilə gedirik. M bərabərdir. M1-in kvadratı üstəgəl M2-nin kvadratı üstəgəl M2, M1, M2 kosinus alfa. Amma mənim verdiyim bucaq 90 dərəcədir. 90 dərəcə olanda bizim xüsusi halımızda adətən də 99% deyil 90 dərəcə verir. Onda 90 dərəcə siz özünüz bilirsiniz ki, nəyindən istifadə edib Pifaqordan. Onda m bərabərdir m1-in kvadratı üstəgəl m2-nin kvadratı. Bu formada deməli məsələlərinizi həll edirsiniz. Sonra tərpənməz blokda qüvvənin bucaq altında tətbiq olunmasına baxaq biz. Məsəl üçün bizə belə bir ipdən asılan bir cisimə baxaq. Burada deməli M kütləli cisimdir. Bunun mg ağırlıq mərkəzi var. Burada bir F. Burada bizə bir belə bura F verib. Burada bir alfa bucağı verib. Biz həmişə demişik ki, bucağa qonşu tərəfi proyeksiyalarında bura nə deyirik? Deyirik ki, F kosinus alfa. Bu da olacaq F sinus alfa. Düzdür, cisim buradan bağlanıb. Düşünün, buradan bağlanıb cisim. Deməli, indi bizə deyir ki, görək bu hansı qüvvələr nəyə bərabərdir? Biz buradakı F-i tapmalıyıq. F-i. Onda gəlin baxaq. Bu, deməli, F, görürsünüz ki, yuxarı istiqamətdə, bu da F sinus alfa. F sinus alfa üstə gəlməsin. F bucağı, düzdürmü? Bərabərdir nəyə? Əks təsirə bərabərdir. Biz bu F bucağının vasitəsilə, bu F-in bucağına yox, daha doğrusu F vasitəsilə
Bu proyeksiyalar tapdıqca bu istiqamət f kosinus alfadır, digəri isə f sinus alfadır, düzdürmü? Və gördük ki, sinus alfa ilə f eyni istiqamətdədir, mc isə olan əks istiqamətdədir. Onda f sinus alfa üstə gələnsin f bərabərdir mc-yə. Onda biz buradan f-i tapa bilərikmi? Tapa bilərik. F bərabərdir. Deməli, f bərabərdir mc çıxılsın f sinus alfa şəklində. Yəni, artıq məsələlərdə özünüz düşünün ki, bucağa qonşu tərəfi biz kosinusla ifadə edirik. Kosinusda digər tərəf sinus olacaq və təsir əks təsirə bərabərdir. Buradan hər hansı birini sizdən soruşarsa, onu deməli tapa bilərsiniz. Tutaq ki, buradakı f-i verərsə, sinusa verib onda bu proyeksiyanı tapırsınız. Kosinusa verib vurub buranı və buradakı qiymətlərdən istifadə edib digərlərini ala bilərsiniz. Sonra mail müstəvidən danışaq. Deməli, M kütləli bir cisimdir. Burada müəyyən bir alfa bucağı, bura L-dir, burada deməli H-dır. Deməli, mail müstəvi qüvvədə qazanc verir. Qüvvədə qazanc bayaqlar K hərfinə işarə eləmişdik. Qüvvədə qazanc nə qədərdir? L bölünsün H qədərdir. Bax, bu L-i H-a bölməklə qüvvədə qazanc əldə edirik. Və yaxud da ki, biz buna riyaziyyatdan bu bucağın bu bitişik qatetindən qarşısındakından nisbəti nə deyirik? Deyirik 1 bölünsün sinus alfa şəklində. Onda 1 bölü sinus alfa və yaxud da L bölünsün H bizə mail müstəvidə qüvvədə qazancı verir. Qüvvədə qazanc əldə eləyiriksə, onda nə edirik? Təbii ki, məsafədə nə qədər qazanc əldə eləmişiksə, məsafədə də o qədər itiririk və təbii ki, mail müstəvidə işdə qazanc vermir. Deməli, qüvvədə qazanc var. Nə qədər var? Məsəl üçün, mail tərpənən blokda konkret yerdə 2 dəfə. Burada amma bilmirik. L bölü H qədərdir. Baxır qiymətlərin verilməsinə. İkinci, onda məsafədə itiririk. Nə qədər itiririk, nə qədər qazanmışıqsa o qədər itiririk. Üçüncü isə işdə qazanc. İşdə qazanc vermir. İşdə qazanc yoxdur. Sıfırdır. Onda bizə sual oluna bilər ki, K bu L-lə necə asılıdır? Düz asılıdır. Bəs K H-dan necə asılıdır? Tərs asılıdır. L nə idi? Dedik ki, mail müstəvinin uzunluğudur. H nə idi? Mail müstəvinin hündürlüyü. Deməli, onda mail müstəvinin uzunluğunun hündürlüyə nisbəti bizə verir qüvvədə qazanc. Mail müstəvinin qüvvədə qazancı cismin kütləsindən asılı deyil. Gördüyünüz kimi cismin kütləsindən asılı deyil. Nədən asılıdır? Hündürlükdən və uzunluqdan. Kütlədən asılılıq desək ki, K deməli M-dən necə asılı deyirsiniz ki, asılı deyil. Sonra deməli bu da belə. Sonra məsəl üçün bizə bir neçə bloklardan ibarət bir sistem verərsə, içərisində həm tərpənən blok, həm də tərpənməz blok olan sistem olarsa, biz buna polispas deyirik və orada bizdən neçə dəfə qazanc əldə olunduğu soruşarsa, deməli, nə qədər deməli, tərpənən blok varsa, biz deyirik ki, 2 üstü K qədər deməli qazanc var. Bəs bu K nədir? K burada tərpənən blokların sayıdır. Çünki niyə tərpənən blokların? Axı biz demişik ki, tərpənməz blok qüvvədə qazanc vermir axı. Deməli, statika haqqında bu qədər. Digər qarşımıza çıxan sualları artıq testlərin üzərindən biz baxarıq.